Min illər əvvəl Dubayın yerində nə göydərənlər vardı, nə də süni adalar. Burada yalnız səssiz bir körfəz, balıqçı qayıqları və mirvari ovçuları yaşayırdı. Ərəb körfəzi bu torpaqlar üçün sadəcə dəniz yox, həyat mənbəyi idi. O dövrlərdə insanlar körfəzə çıxıb mirvari axtarır, aylarla dənizdə qalırdılar. Dubayın ilk iqtisadiyyatı məhz bu körfəzin üzərində qurulub. Hər tapılan mirvari bir ailənin taleyini dəyişə bilirdi. Zaman keçdi, neft tapıldı, amma maraqlısı budur ki, Dubay neftə arxalanmaq əvəzinə yenə üzünü körfəzə tutdu. Ticarət limanları, yaxtalar, turizm, lüks sahillər, hamısı bu dənizin ətrafında formalaşmışdı. Ən qeyri-adi dönüş isə insanın dənizi dəyişdirməyə qərar verdiyi an oldu. Palm Jumeirah, The World Islands kimi layihələrlə Dubay ilk dəfə körfəzin formasını öz yazmağa başladı. Dəniz artıq təkcə təbiət deyil, memarlığın bir hissəsinə çevrildi. Bugün isə bu sahildə dayananda arxanda gələcək, qarşında isə min illik tarix var. Bugün dünyanın ən möhtəşəm yerlərindən birindəyəm. Ərəb körfəzi sahilində. İlk baxışdan sakit və büllur kimi görünən bu dəniz əslində çox maraqlı hekayəyə sahibdir. Bura dünyanın ən isti dənizlərindən biridir. Yay aylarında suyun temperaturu demək olar ki, isti hovuz səviyyəsinə gəlib çatır. Maraqlısı odur ki, gördüyünüz bu sahilin böyük hissəsi təbii deyil. Palm Jumeirah və digər adalar insan əli ilə yaradılıb. Bu su hövzəsində köpək balıqlarına və delfinlərinə asanlıqla rast gəlmək olur. Yaxşı ki, mən qabağıma çıxmadım. Dubayda bu su hövzəsi təkcə mənzərə deyil, lüksun, texnologiya və təbiətin birləşdiyi nadir bir nöqtədir. İnsanın ağlını başından alan bu şəhər bütün ömrü boyunca burada yaşamış sanmış kimi hiss verir. Gəzirik, boş-boş, tərəxir üstdən aşağı. Heydər Əliyev mərkəzi tərəfdəyəm. Dubay küçələrindən hər kəsə salamlar. Sonra deyirlər ki, Fərid hər şeyi ciddiyə alır, hər şeyi şişirdir. Necə ciddiyə almayasan ki, insanların həqiqətən dincəlməyə ehtiyacı var. İnsanlar beynini sakitləşdirməlidir, gözəl vaxt keçirməlidir, bütün stresi atmalıdır. Bir günlük məzuniyyət belə olsa, gərək gözəl vaxt keçirəsən, hər şeydən uzaq qalasan, işdən uzaq qalasan. Mən çıxıb gəlmişəm, amma Azərbaycan sistemi, Azərbaycan iş dünyası qoymur insanlar istirahətdə də rahat vaxt keçirsin, məzuniyyətdə də rahat vaxt keçirsin. Burada belə işlə bağlı yazırlar. Elə bil ki, sən olmasan dünya dağılır, dünyada bütün işlər dayanır. İş etikası olmalıdır ən azından. Bilirlər ki, sən dincəlirsən, işdən uzaq qalmaq istəyirsən. Götürüb adını harasa təq eləyirlər. Bu görün nə qədər mədəniyyətsiz bir toplumda yaşayırıq. Düzdür, hamısına aid deyil, bunu deməyə ehtiyacı yoxdur. Nə qədər bir mədəniyyətsiz toplumda yaşayasan ki, işdə olan insan, məzuniyyətdə olan insanı sən adını təq eləyib, nəsə kimsə orada səhv eləyir və sənin də adını orada təq olunur ki, sən də sənin də xəbərin olsun. Mən niyə xəbərim olmalıdır? Mən dənizliyəm, sevirəm. Mən istirahətdəyəm. Bu qədər cılız olmayın da, bu qədər sevgisiz olmayın. Deyirəm ki, negativ danışmayayım, negativ düşünməyim. Amma bu insanlar ölməlidir. Bu insanlar cəmiyyətdən yoxa çıxmalıdır. Niyə biz belə toplum olmuşuq? Mənə çox maraqlıdır. Buradakı insanlara baxırsan, negativlik yox, hamı bir-birinin üzünə gülür. Hamı işanı, iş sırasında, iş gedərkən bir-biri ilə yaxşı davranır. Əsəb yox, stres yox, dalaşmağı yox. Hamı öz işini görür. Xırda səhvləri də hamı bir-birinə güzəşdirəyir, gedir. Amma bizim toplumda hamı əsəbi, hamı bir-birinin qanını içmək istəyir, hamı dalaşmağa yer axtarır, hirsin tökməyə yer axtarır. Məzuniyyətdə olanlar da narahat eləyirlər. Mənə heç maraqlı deyil də, sonumuz hara gedəcək, necə olacaq? Mənə maraqlı olan şey odur ki, sadəcə anı yaşamaq lazımdır. Anı yaşamadınsa həyat heç vaxt səni bağışlamayacaq gecikməyə görə. Filmlərdə gördüyümüz şərq mədəniyyəti və filmlərdə gördüyümüz qərb mədəniyyətin vəhdət halında birləşməsi kimidir. Sözün düzü üstündən aylar keçsə də oranın tilsimindən hələ də qurtula bilməmişəm və yaxın gələcəkdə oraya keçməyi düşünürəm. Körfəzdə biraz çiməndən sonra təkliyin verdiyi sıxıntıdan ayrılmaq üçün biraz piyada gəzməyə üstünlük verdim. Təqribən Bürc Əl Ərəbə qədər getdiyim piyada yol 10 kilometr kimi idi.
Burada ilk dəfə Dubayın qızmar istisini hiss elədim və aldığım zaqar bura aiddir. Təqribən 10 kilometr yol getdim. Yol biraz darıxdırıcıydı. Əvvəl çimərliyin ortası ilə gedirdim, daha sonra yolun kənarına keçməli oldum. Yolun kənarına keçəndən sonra yadıma düşdü ki, burada köynək geyinmək lazımdır, çünki artıq bura çimərlik zonası deyil və burada köynəksiz gəzmək qanunla qadağandır. Ona görə dərhal köynəyimi çıxartdım və geyindim. Burj Əl Ərəbə qədər yol təqribən 10 kilometr təşkil eləyirdi. Yolda bir neçə şəxsdən xahiş edib şəkil çəkdirdim və onların içərisində nə yaxşı ki, türklərlə Qazaxstanlılar var idi. Purchase your track today. Növbəti vloqda isə Palma adalarına səyahət etmiş olacağam. Palma adasını tam gəzmiş ola bilməsəm də ən ucu nöqtəsi olan Atlantis adlanan yerə səyahət etdim. Və düşünürəm ki, buranın ən gözdə yerlərindən biridir. Digərlərinə inşallah ki, gələn dəfə gedib baxacağam. Hazırda məni izləyən Gündüzə, Səbrinə, Laləyə buradan sağ ol deyirəm. Hər vlogumu dayanmadan izləyirlər. Təşəkkür eləyirəm.
Bu gördüyün bina sadəcə otel deyil. Burj Əl Ərəb Dubayın mümkün deyil anlayışına verdiyi cavabdır. 1990-cı illərdə Dubay rəhbərliyi belə bir qərar verir. Şəhəri dünyaya tanıdacaq, Eyfel qülləsi kimi simvol olacaq bir bina tikilməlidir. Amma bu bina adi göydələn yox, dənizin ortasında olmalı idi. Beləliklə körfəzin içində tamamilə süni ada yaradılır, qum və betonla inşa edilir. Dalğalara qarşı dayanması üçün ada dənizin dibində xüsusi texnologiya ilə bərkidilir. Yəni Burj Əl Ərəb torpaq üzərində yox, insan iradəsi üzərində dayanır. Binanın forması təsadüfi deyil. O, ərəblərin yelkənli gəmisi Duhov formasındadır. Keçmişdə bu körfəzlə ticarət edən, balıq və mirvari ovuna çıxan gəmilərə bir ehtiramdır. Burj Əl Ərəb dünyada özünü 7 ulduzlu otel kimi adlandıran ilk məkandır. Rəsmi olaraq bu kateqoriya olmasa da, lüks səviyyəsi buna səbəb olub. Qızıl örtüklü interyerlər, şəxsi helikopter meydançası, dənizin üzərində restoranlar. Ən maraqlısı isə budur ki, bu bina Dubayın fəlsəfəsini tam əks etdirir. Biz sadəcə gələcəyi gözləmirik, onu inşa edirik.